Salam hörmətli dinləyicilər, Azərbaycan dilindən fonetika bölməsindən B, C, D, G samitlərinin tələffüz qaydalarına baxaq. Sonu bu samitlər ilə bitən çox hecalı sözlərin tələffüzündə aşağıdakı hallar baş verir. 1. Sözün sonu B, C, D, G samitləri ilə bitəndə özündən sonra heç bir söz və ya şəkilçi gəlməzsə, yəni tək işlənərsə, sondakı samit tələffüz zamanı çarlaşır. Məsələn, dolab, dolap, ağac, ağac, qanad, qanat, tüfəng, tüfəng. Yəni burada birincidə yazılış forması gördünüzsə, bu yazılır, tələffüz zamanı P kimi tələffüz olunur. Həmçinin C, Ç, D, T, C, Ç əvəzlənməsi baş verdi. İkinci qaydamız. Sözün sonu B, C, D, G samitləri ilə bitəndə özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, sondakı samit tələffüz zamanı çarlaşır. Məsələn, dolab da bu ilə yazılır, tələffüz zamanı dolab da B, P əvəzlənməsi baş verir. Həmçinin ağac, kötü, qanat, dan, tüfəng, qundağı. Digər qaydamız, sözün sonu B, C, D, G samitləri ilə bitəndə özündən sonra saitlə başlayan söz və ya şəkilçi gələrsə, sondakı samit tələffüz zamanı dəyişmir, cingiltili olaraq qalır. Dolabda, qılınc oynadan, qanad açmaq, tüfəng aldım. Diqqət etdinizsə, burada B, həmçinin burada D, C samitləri olduğu kimi tələffüz olundu. Sözün sonundakı samitin çar və ya cingiltili olduğunu müəyyən etmək üçün sözə saitlə başlayan şəkilçi qoşmaq lazımdır. İndi isə istisnalarımıza baxaq. Bəzi çox hecalı sözlərdə B səsi tələffüz zamanı dəyişmir. Təəccüb B olduğu kimi qalır. Tələbkar həmçinin burada da dəyişmir. Təəssüb, yəni burada da B səsi dəyişmir. Tək hecalı sözlərdən burada verilən sözlər, həmçinin digər tək hecalı sözlərimiz vardır ki, bu sözlərdə sondakı samit tələffüz zamanı dəyişmir. Qab, dib, şad, dad. Yəni diqqət etdinizsə, burada dəyişmə hadisəsi baş vermədi. Həmin bu sadaladığımız qaydaları cədvəl formasında tərtib etmişik. Daha asan yadda qalsın deyə bu formaya salmışıq. Gəlin buna da diqqət edək. Yəni həmin qaydalardır. Sadəcə olaraq burada cədvəl formasında vermişik ki, daha asan yadda qalsın. B, D, C, G samitlərinin tələffüzü zamanı. Yəni bu samitlərlə bitən sözlərdə, çox hecalı sözlərdə tələffüz zamanı iki fərqli məqam özünü göstərir. Qeyd etdiyimiz kimi birinci məqamda həmin samitlər kar qarşılığı kimi tələffüz olunur. Yəni B, P, D, T, C, Ç, G, K. İkinci halda isə yazıldığı kimi tələffüz olunur. Yəni heç bir dəyişmə baş vermir. İndi birinci qaydamıza baxaq, hansı ki həmin samitlər özlərinin kar qarşılığı kimi tələffüz olunur. Yəni burada bu samitlər təklikdə işlənərsə və yaxud ondan sonra şəkilçi gələrsə, eyni qayda tətbiq olunur. Məsələn, təklikdə işləndikdə bulud yazılır, bulud kimi tələffüz olunur. Yəni D, T əvəzlənməsi baş verir. Həmçinin samitlə başlayan söz gəldikdə də eyni qaydada dəyişmə hadisəsi baş verdi. D, T ilə əvəz olundu. İkinci qaydamızda isə yazıldığı kimi tələffüz olundu. Yəni saitlə başlayan şəkilçi qəbul etdikdə heç bir dəyişmə olmadı. Buludu, corabı, kitabı, həmçinin özündən sonra saitlə başlayan söz gəldikdə də heç bir dəyişmə baş vermədi. Palıd ağacı,
qanad açmaq. Bu günlük izahlarımız bu qədər. Növbəti izahlarda görüşənə qədər.